34-də deyir ki, n-in hansı natural qiymətlərində əbob n8 n-ə bərabərdir. Biz bilirik ki, yenə əbob nə deməkdir? Ortaq bölünən deməkdir. n8 bərabər n deyirsə, yenə də n-in bölündüyü, yəni 8-in bölündüyü ədədləri götürürük. Doğru cavab burada A variantıdır. Bax, A variantı doğrudur. 35-də deyir ki, əkob n15 bərabərdir 15-ə. Burada deyir ki, bərabərlikdən hansı doğrudur? Burada da 15-in bölənləri nədir? 15 hansı ədədlərə bölünür? Baxın, 15, diqqətlə baxsaq, D variantı. 15 1-ə bölünür, 3-ə bölünür, 5-ə bölünür və 15-ə bölünür. Doğru cavab, ona görə də D variantı. Daha sonra 36-da n-in neçə natural qiymətində əbob n21 bərabər n-dir. Burada da 21-in bölündüyü ədədlər hansılardır? 21 nəyə bölünür? Baxın, C variantına. 21 nəyə bölünür? 1-ə, 3-ə, 7-yə və 21-ə. 37-də deyir ki, ədədin deyir 12-yə bölünməsindən alınan qalıq neçədir? Uşaqlar, qalıq bildiyimiz kimi ədəd bölünür və artıq qalan bir rəqəmdir. Burada 37-də baxsaq, qalıq elə 4 öz olacaq. Toplamadan sonraki ədəd qalıq sayılır. Yəni doğru variantdır. 38-də ədəd 15-ə bölünməsindən alınan qalığı tapın. Belə baxanda 15 özü nəyə bölünür? 15-in içində 3 və 5 qrupları var. Burada da qalıq toplamadan sonraki olacaq. Bax, bunlara biraz diqqətli olun. Bunlar fərqli suallardır. İndi digər sual bundan biraz fərqlidir. 39-da bir ədədin 18-ə bölünməsindən alınan qalıq neçədir? Burada isə baxın 19 özü elə 18-ə bölünür. Bölünür deyənə və qalıq da 1 düşür. Ona görə doğru cavab A variantı. 40-da deyir ki, ədədin 14-ə bölünməsindən alınan qalığı tapın. Burada da elə baxsaq 16 14-ə bölünür və qalıq 2 qalır. Y variantı doğrudur. 41-də deyir ki, ədədlərdən hansı 5-ə və 9-a bölünür. Uşaqlar, 5-ə bölünmə əlaməti odur ki, sonu 0 və 5 ilə bitən ədədlər 5-ə bölünür. Gəlin görək, hansının sonu 0 və 5 ilə bitmirsə, o variantı silək. Bu getdi. D variantı nə 5-ə bölünür, nə də sonu, yəni nə 0-la bitmir, nə də 5-lə bitmir. Qalır digər variantlar. 9-a bölünmə əlaməti isə odur ki, ədədin rəqəmləri cəmi 9-a bölünsün. A variantına baxsaq, 41-də rəqəmləri cəmini toplayaq. 35, yəni 3, burada yazaq, 3, 5, 2, 3, 5. Bunu toplasaq neçə edir? 8, 10, 18. Elə də 18. 18 həqiqətən də 9-a bölündüyünə görə doğru cavab elə A variantıdır. 42-də deyir ki, ədədlərdən hansı 15-ə bölünür? Uşaqlar, 15-ə bölünmə əlamətini belə yadda saxlayırıq ki, 15-ə bölünmə əlamətini belə yadda saxlayırıq ki, ədəd həm 3-ə bölünməlidir, həm də 5-ə bölünməlidir. Yenə də baxaq, variantlardan 5-ə bölünməyən cavab varsa, dərhal onu silək. 5-ə bölünməyən Y variantı çünki sonu 0-la bitir, 5-ə bölünməyən D variantı çünki sonu 0-la bitmir. Qaldı 3 dənə variantımız, 3-ün də sonu 0 və 5 ilə bitir, deməli hər üçü 5-ə bölünür. Bunu tapdıq, 5-ə bölünmə əlamətini tapdıq. Qaldı 3-ə bölünmə əlamətini yoxlayaq. 3-ə bölünməsi üçün rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Burada variantları bir-bir araşdırsaq, C variantı doğru cavab olacaq. Çünki 3, bax 3, 4, 5, 6 və 0. Topla 18. Elə də 18. 18 həqiqətən də 3-ə bölünür. Deməli doğru cavab C variantı. Ədədlərdən hansı 18-ə bölünür? Uşaqlar, 18-ə bölünmə əlamətini yazıram. 18-ə bölünmə əlaməti odur ki, ədəd 2-yə və 9-a bölünsün. Görək ədədlərdən hansı cütdür? Variantlara baxıram, nəzər salıram. Bütün hamısı cütdür. Cüt olduğuna görə hamısı 2-yə bölünür. 2-yə bölünmə əlamətini araşdırdıq. Qaldı 9-a bölünmə. 43-də isə 9-a bölünmə əlamətini araşdırmalıyıq bütün variantlardan. O da D variantı olacaq. Çünki 3, 4, 7, 4. Neçə eləyir? 18. Yenə də 18 9-a bölündüyünə görə doğru cavab D variantıdır. Keçdik əbob 25 32-yə. Uşaqlar, əbob 25 32-ni şifahi tapacağam. Mən sizə demişdim ki, sonu 0-la bitən ədədlərdə 10, yəni 0 10 deməkdir. Bax, bu sonundakı onları çölə çıxardıram. 10 çölə çıxandan sonra dəqiqə bunu silək. 10 çölə çıxandan sonra yazırıq ki, əbob 25 32. 25 ilə 32 qarşılıqlı sadə ədədlər olduğuna görə əbobları 1-ə bərabərdir. Çöldə isə 10 rəqəmimiz var. 1-i də 10-a vurırıq. Cavab 10. Görək hansı variantdadır? Y variantı. Deməli doğru cavab Y variantı. Sonra 45-ci sualı isə 180 ilə 270 düşübdür ora. Orada da gəlin eyni halı nəzərdən keçirdək. Bir dəqiqə. 180 ilə 270-dən yenə onu çölə çıxardacağam. Yazacağam əbob 18 ilə 27. O da bərabərdir. 10 çöldə qalsın. 18 ilə 27-ni şifahi baxanda ortaq bölündüyü ədəd nədir uşaqlar? 18 ilə 27 də hər ikisi 9-a bölünür. Ona görə elə onu 9-a vuraram. Cavab 90. Doğru cavab D variantı. 60 ədədinin neçə sadə vuruğu var? Bizdən bunu soruşur. 60-ın sadə vuruqlarını tapmaq üçün uşaqlar elə burada yazıram. 60-ı sadə vuruqlara ayırıram. 2-yə 30, 2-yə 15, 3-ə 5, 5-ə 5-ə 1. Sadə vuruqları oldu. 1, 2, 3, 4 dənə. Yəni 46-da doğru cavab A variantı.
47 də eyni qaydadır. Vaxtımız yoxdur deyənə biraz suallara bir-bir baxaq. 5-18 parçasında 12 ədədi ilə qarşılıqlı sadə olan ədədlərin cəmini soruşur uşaqlar. 5-18 parçasında 12 ilə qarşılıqlı sadə. Qarşılıqlı sadə ədədlər odur ki, ortaq bölənləri olmasın uşaqlar. Bax, 5 ilə 18 parçasında 12 ilə ortaq böləni olmayan ədəd elə 5 ilə 12-dir. 6-12 yaza bilmərik, ortaqları var. Digər olacaq 7-12, 8 yaza bilmərik, 9 yaza bilmərik, 10 yaza bilmərik, olacaq 11 ilə 12. 12 ola bilməz, 13 ilə yaza bilərik, 14 ola bilməz, cütdür, 15 3-ə bölünür, 16 ola bilməz və sonuncu 17 ilə 12 olacaq. Neçə cüt oldu? 5 cüt. İndi deyir ki, qarşılıqlı sadə olan həmin ədədlərin də cəmini tap deyir. Yəni, aldığımız ədədlər 12 ilə qarşılıqlı sadə olanlar bax, 5-dir, 7-dir, 11-dir, burada nə yazmışam, 13-dür, bir də 17-dir. Bunları toplayaq. 5, 7, 11, 13, 17. Burada doğru cavab olacaq 53. Hesablasaq 53 və Y variantı. Eyni qaydanı özünüz edirsiniz 49-da. Bəli, 49-da. Sonra nə gəlir? Şimdi keçirik 50-yə. 50-ci suala baxırıq. Eyni sualdır. 51 əkobdur. Yenə də elə belə sizə əkobun tapılma qaydasına görə bir dənə əkoba aid yazacağam. Deməli, sualımız hansı idi? 50-ci sual. Yox, 51-ci sualı izah edirəm. 51-ci sualda uşaqlar götürüb ki, əkob 72, 90. Bizə deyir ki, onun əkobunu tap. İndi mən nə edəcəm? 72-ni, 90-ı sadə qruplara ayıracağım ikisini birdən. Hər ikisi cütdür deyənə hər ikisi 2-yə bölünür. 36, 90-ı 2-yə bölsək 45. Hər ikisi 3-ə bölünür deyənə 36-nı 3-ə bölsək 12. 45-i 3-ə bölsək 15. Hər ikisi 3-ə bölünür, yenə 3-ə bölək düşəcək 4. 15-i 3-ə bölsək düşəcək 5. Uşaqlar, biz buradan əkobu tapırıqsa, əkobu tapanda bax burada 90-ı vururam 4-ə. Cavab 90 vurulsun 4, 360. Amma istəsəz, bu əkobun tapılmasıdır. İstəsən, əgər fərqli, heç belə yox, başqa cür yazaq. 72-ni də 5-ə vursan, əkob 72 ilə 5-in əkobu, yenə o da 360 edəcək. Yəni, doğru cavab 360. Bu neçənci sual idi? 51. Doğru cavab D variantı. Bu qaydanın 52-ni sizə tapşırırım. 5 ilə qarşılıqlı sadə olan ədədləri göstərim. 5 ilə qarşılıqlı sadə olan ədədlər görək, uşaqlar hansıdır? 53-cü suala baxırıq. 53-də. Baxın, 5 ilə qarşılıqlı sadə olan ədədlər Y variantıdır. Çünki 3, 9, 7, 12 heç biri 5-ə bölünmür, ortaq qruplarda yoxdur. Sonra 56-ya baxaq. A ədədi deyir, B-nin böləni olarsa, əbab AB nədir? A, B-nin böləni olarsa. A, B-nin böləni olarsa deyir. Uşaqlar, burada kiçik ədəd hansıdır? Əbabda biz bilirik ki, burada doğru cavab B variantı olacaq. Çünki, bax, yenə burada sizə bir qayda göstərəcəm. Biz öyrənmişdik ki, əbab, məsələn, 9 ilə 18 deyirəmsə, qaydaya görə bir ədəd digərinə bölünürsə, əbab onlardan kiçikdir. Yəni, doğru cavab 9-dur. Burada da əgər A ədədi B ədədinin böləni olarsa, A olacaq. Doğru cavab A olacaq. Çünki kiçiyi A-dır. 57-də isə, yenə burada da deyir ki, 57-də A ədədi B ədədinin böləni olarsa, əkobu tap. Burada da artıq cavab Y variantı B olacaq. Sonra keçirik 58-ə. Ədədin 7-yə bölünməsindən alınan qalığı soruşur. Bir dəqiqə, neçəyə baxırdıq? 58-ə. 58-ci sualda da 58-də deyir, ədədin 7-yə bölünməsindən alınan qalığı soruşur. 3 dəfə 5, son rəqəmləri bir-birinə vuraq görək nə alınır? Eləyir 15 uşaqlar. 15-i də 7-yə bölsək 2 düşür. Qalıqda 1 qalır. Doğru cavab D bəndi. Deməli, nə edirik? Bu ədədin 7-yə bölünməsindən alınan qalığı tapmaq üçün, bax, ancaq, bir fikir verim, ətraflı izah edeyim. Bax, 3-ü vurdum, bunun sonuncu rəqəmi 5-ə. Neçə ədədir? 15. 15-i böldüm 7-yə, 15-in 7-yə bölünməsindən alınan qalığı tapdım. Sonra 61-ci sual. Qismət bölünəndən 5 dəfə azdır. Böləni deyir, tapın. 61-ci sualda da cavab elə Y özü olacaq. Yəni, bunu isbat edə bilərik. Amma qısa konkret tez olsun deyənə, elə tez vaxt itirmədən həmin rəqəmin özünü yazırsınız. Təkrarlanan suallardır və 65-ci suala baxırıq. Sinifdə deyir şagirdləri. Həm deyir uşaqlar 9-9, həm də 12-12 cərgəyə düzdülər. Sinifdə neçə şagird olduğunu tapın. Deməli, nə edəcəksiniz? Sinifdəki şagirdləri həm 9-9 düzə biliblər. Deməli, əkob yazasınız. 9, həm də 12 olmaqla sıraya düzüblər. Ən azı neçə şagird var? Bunu şifahilə edə bilərik ki, həm 9-a, həm 12-yə bölünən ədəd 36-dır. Doğru cavab C variantıdır. 50-ci sual.